Gürcüstanın eks-prezidenti Mixail Saakashvili İranda baş verən hadisələri şərh edərək öz vətəni üçün də bənzər ssenari arzuladığını bildirib. Today Press TV xəbər verir ki, bu barədə Mixail Saakashvili sosial şəbəkə hesabında paylaşım edib. Mixail Saakashvili İrandakı mövcud vəziyyəti alqışlayaraq bu mənzərənin Gürcüstanda da təkrarlanmasını istədiyini ifadə edib. Diktator öldürüldü, İran azaddır, xalq bayram edir. Tanrım, bu şirin səsi mənə doğma vətənimdə də eşitdir, deyə eks-prezident yazıb. Hakim Gürcü Arzusu Partiyasının üzvü Stosni Ananidze isə Saakashviliyə 2012-ci ilin parlament seçkilərini xatırladaraq cavab verib. Stat, sən o şirin səsi artıq eşitmisən. 1 oktyabr 2012-ci ildə. Statın sonu. Xatırladaq ki, 1 oktyabr 2012-ci il tarixində keçirilən parlament seçkilərində Mixail Saakashvilinin partiyası məğlub olub və ölkədə idarəçilik Gürcü Arzusu Partiyasının nəzarətinə keçib.